sustura yox. Bunu da mən deyirəm. Haqqım və ədalət uğrunda sona qədər gedəcəm. Yenə deyirəm, ya bu cinayət işi Azərbaycanda bağlanılacaq, üzr istəniləcək, biz ölkəmizə geri dönəcəyik və siz sübut edəcəksiniz ki, bu addımınızla, bu doğrudan da siyasi deyildi, halbuki elə deyil, amma mən gözləyirəm, edin bunu. Və mən qayıtmasam kişi qızı deyiləm. Sizin mənə piçdiyiniz bu həyatdan imtina edirəm. Mən ölkəmdə olmaq istəyirəm. Mən ölkəmi istəyirəm. Mən istəmirəm Avropada. Niyə mən Avropada yaşamalıyam? Niyə görə bu həyatı mənim uşaqlarım ölkəsi ola qaçqın olmalıdır? Niyə ona sinif yoldaşı, hə sən Azərbaycandan qaçqın gəlmirsən, Azərbaycan dağılıb da, İlham Əliyev dağılıb da. Sən mənə vadar eləmirsən buna. Mən bunu istəmirəm. Qoy Azərbaycan xalqı da bilsin. Bu bizim seçimimiz deyil. Mən ölkəmdə olmaq istəyirəm. Mən ölkəmdə yaşamaq istəyirəm. Mənim uşaqlarım orada böyüməlidir. Mənim haqqımdır o. Əliyev, Nağıyev məni didərgin salıbdır. Hələ durur oradan kişilikdən danışır. Siz nətər kişisiniz ki, bu qədər əxlaqsızlıq edirsiniz? Sən nətər kişisən ki, sənin televizyonda fahişələr reklam edir özünü. Sən bir dəcə ola bilər ki, 300-dən çox siyasi məhbus var, 400-dən çox siyasi məhbus var. Amma İlham Əliyev sən televiziya nəzarət edə bilmirsən. Sən necə kişisən ki, televiziyalar anarxiya baş alır gedir. Sən necə kişisən ki, ölkədə bu qədər siyasi represiya var. Necə kişisən ki, insanlar yoxsulluq və səxalət içindədir. Necə kişisən ki, gündə hərbidə bir əskərimiz güya intihar edir, öldürürsünüz. Necə kişisən ki, Tərtər hadisəsini törədənləri Konstitusiya məhkəməsinə təyin ediniz. Necə kişisən sən, sual verirəm. Səndə heç kişilikdə əsər əlamət yoxdur, sualların cavabını da özüm bilirəm. Bu kişilik deyil, bu nakişilikdir. Siz insanların şəxsi həyatına müdaxilə edirsiniz, insanları susturmaq üçün. Mənə də bunu etmişsiniz. Və niyə görə biz belə deyək də baş-başa gəldik? Çünki mən susmadım. Siz hər şey etdiniz ki, mən susum. Əsla və əsla susmayacağım. Mənim yolum haqdır, ədalətdir. Mən haqqım olanı tələb edirəm və bu yolda məni öldürə bilərsiniz, sustura bilməzsiniz. Nə etməyinizdən asılı olmayaraq, harada olmağından asılı olmayaraq. Sizin mənə biçdiyiniz bu həyata etiraz edirəm. Sizin mənə məcburən seçdiyiniz bu həyata etiraz edirəm. Sən oğrusan, sən oğurluq edə cəmaatı da ölkədən didərgin salırsan ki, yaxşı oğurluq edəsən, nə danışan olsun, nə deyən olsun, həbslər edirsən, siyasi qətillər edirsən. Məni öldürməyivə də təəccüblənmirəm. Vidadi İskəndərini öldürdünüz, üstündən də su içdiniz. Güya mənə deyəndə ki, öldürəcəm, güya inanmıram. Bilirəm, öldürə bilərsiniz. Amma ölüm, belə deyək də, mənim üçün son deyil ki, sən məni bununla qorxudasan. Mən bilirəm, bunu təhdid edib həyata keçirə də bilirsiniz, amma olsun. Qoy Azərbaycan xalqı görsün ki, Əliyev nə qədər şərəfsizdir, Əliyev rejimi nə qədər şərəfsizdir. Və bizi toğrullaşdıra bilmədiyi üçün bu vəziyyətdəyik. Əliyev ölməyə razıyam, amma toğrullaşmayacağım, əmin olasan.